Salam əziz abunentlər, mən Azər Quliyev. İnşallah imtahanlarınızda yaxşı bal toplayasınız. Allah əziyyətinizi boşa çıxarmasın. İndi sizə imtahanda qabaqda çıxacaq çox önəmli bir sualların izahatını vermək istəyirəm. Choose the correct variant. Variantlara baxanda görürük ki, bizdən ismin doğru yer çalını seçməmizi istəyir. 1. Women's clothes, qadınların paltarları. İngilis dilində bəzi isimlər vardır ki, bunların cəm forması kökdən dəyişilərək düzəlir. Mən, men, woman, women, child, children kimi. Və bu isimlərin həm tək həm də cəm halının yeri çalı, bu isimlərə apostrof s əlavə etmək düzəlir. Bu deməkdir ki, 1 doğrudur. Eynən 2 children's room, uşaqların otağı. Bunun da yeri çalı, sonra apostrof s əlavə etmək düzəlir. 1 ilə 2 doğrudur. 3-ə gəlirik. Bəzi isimlər vardır ki, onların tək və cəm forması eynidir. Sheep, deer və s. kimi. Yəni, sheep qoyun, deer maral. Bunların da həm təkinin, həm cəminin yəkəli, sonra apostrof s əlavə etməklə düzəlir. Bu arada sheep's wool deyir. S-dən sonra apostrof olmaz, S-dən əvvəl apostrof olmalıydı. Ona görə də 3 yanlışdır. 4. Men's caps deyir. Videonun əvvəl dediyim kimi, cəm forması kökdən dəyişilərək düzələn isimlərin həm təkinin, həm də cəminin yəkəli apostrof S düzəlir. Ona görə də 4-cü variant yanlışdır. 5. Sportsmen's clothes, yəni idmançıların paltarları. Burada men sözü, yəni mən sözü kökdən dəyişilən olduğu üçün bunun yeri çalı apostrof s ilə düzəlməlidir. Demək ki, 5 də doğrudur. Biz burada 3, 4 olanları çıxırıq. Doğru variantımız B variantıdır.